Salam əziz müəllimlər, hər vaxtınız xeyirli olsun. Mən Mürsalova Gülnarə, FES Akademinin kurikulum müəllimi. Dəyərli müəllimlər, bu gün sizə yeni mövzum 21-ci əsr bacarıqları və kompetensiyalarının şagirddə formalaşdırılmasıdır. Bu mövzuda qəbula həm MİQ imtahanında, həm sertifikasiya imtahanında suallar düşə bilir və hətta bir neçə dərslə də inteqrasiyası olur. Ona görə də zəhmət olmasa dərsin izahına diqqətlə qulaq asın, qeydlərinizi götürün. Yəni sizə daha rahat, yığcam formada dərsi izah edəcəm bugün. Deməli, qeyd etdik ki, bizim bugünkü dərsimiz 21-ci əsr bacarıqları və kompetensiyalarıdır. Gəlin ilk öncə baxaq, görək kompetensiya nə deməkdir? Kompetensiya şagirddə bilik, bacarıq, vərdiş, dəyər, keyfiyyətin kombinasiya olunmuş formasıdır. Yəni, bugün 21-ci əsr insanı müəyyən kompetensiyalara sahib olursa, onun həmin mövzu haqqında biliyi, bacarığı, vərdişi, keyfiyyəti və dəyərləri olmalıdır. Bəs nəyə görə müasir dövrdə biz kompetensiyaların şagirddə formalaşmasına diqqət etməliyik? Təbii ki, sürətlə dəyişən, cəmiyyətdə inteqrasiya olunan, təhsildə inteqrasiya olunan yeniliklər var. Yəni, bu yeniliklər qarşısında əlbəttə ki, biz artıq şagirdlərdə tənqidi təfəkkürü, problem həll etməni, qərar qəbul etməni, müstəqil öyrənməni, informasiya savadını, rəqəmsal savadı və s. bunları şagirddə formalaşdırmalıyıq. Avropa Şurası 8 kompetensiyanı müəyyən edib ki, 21-ci əsr insanında bu kompetensiyalar ən azı olmalıdır. Gəlin bir-bir baxaq. Deməli, bizim birinci kompetensiyamız savadlılıq kompetensiyasıdır. Gəlin görək, savadlılıq kompetensiyası nəyə deyilir? Yadda saxlayın, bax bu sizin açar sözünüzdür. Əgər şagirdin şifahi və yazılı bacarıqları varsa, demək ki, o şagirddə savadlılıq kompetensiyası formalaşır. Məsələn, əgər şagird oxuduğunu başa düşür, gördüyünü başa düşür, dinlədiyini başa düşürsə, onda savadlılıq kompetensiyası mövcuddur. Şagird öz fikirlərini sərbəst şəkildə yaza bilir, yazıda məntiqi əlaqəni qura bilir, öz yazısında səbəb-nəticə əlaqəsini müəyyən edə bilirsə, bu da təbii ki, şagirdin savadlılıq kompetensiyasından bəhs edir. Deməli, savadlılıq kompetensiyası deyəndə biz nə başa düşdük? Savadlılıq kompetensiyası şagirdin şifahi və yazılı bacarıqlara sahib olmasıdır. Dəyərli müəllimlər, əgər şagirdin yazılı və şifahi bacarıqlara ehtiyacı varsa, onda hansı bacarıqlar olmalıdır və yaxud da onda əsas elmi bacarıq hansı yöndə olmalıdır? Təbii ki, hər bir şagirdin dilin qaydalarını bilməsi vacibdir. Məsələn, qrammatika, morfologiya, sintaksis, fonetika və s. Dildə ünsiyyət formalarıdır, nitqin funksiyalarıdır, bunlar haqqında məlumatı olmalıdır. Daha sonra şagird əgər istəyirsə bu bacarıqları özündə formalaşdırsın, mütləq şəkildə kitablar oxumalıdır, debatlarda iştirak edə bilər şagirdlər, müzakirələrdə iştirak edə bilər və s. Bitdi. 21-ci əsr bacarığı deyəndə şagirdin gördüyünü, eşitdiyini, oxuduğunu anlaması, üstəgəl yazılı və şifahi bacarıqlara sahib olması mütləqdir. Deməli, davam edirəm. Çox dil bilmək kompetensiyası ilə. Görək, çox dil bilmək kompetensiyası nədir? Müəllimlər, bu da demək olar ki, elə savadlılıq kompetensiyası kimidir, amma burada bir fərq var. Buradakı fərqimiz, söhbət burada xarici dildən gedəcək. Yəni, 21-ci əsr insanı Azərbaycan dilini bildiyi kimi, öz ana dilini bildiyi kimi, digər dillərdə də ünsiyyət qurmağı bacarmalıdır. Məsələn, biz digər dillərdə ünsiyyət quranda nə qazana bilərik? Təbii ki, ingilis dilidir, Çin dilidir, fransız dilidir. Əgər biz bu dillərdə də ünsiyyət qura bilsək, bu bizim inkişafımızı daha çox təmin edə bilər. Deməli, çox dil bilmək kompetensiyası nə oldu? Şagirdin xarici dillər haqqında məlumatlı olması, ünsiyyət qurması və həmin dildə yazı bacarıqlarını reallaşdırmasıdır. Məsələn, baxın, kifayət qədər şagirdin söz ehtiyatı olmalıdır və müxtəlif dilləri müəyyən məqsədlərdə işlətməyi bacarmalıdır. Yəni, kontekstinə uyğun həmin dildə istifadə etməyi bacarmalıdır. Daha sonra, məsələn, bax, şagirddə hansı dəyərləri formalaşdıra bilər? Biz çox dil bilmək kompetensiyası ilə tolerantlıqdır, multikulturalizmdir. Bax, bu dəyərləri şagirddə formalaşdıra bilərik. Çünki hansısa bir millətin dilini bilmək, birbaşa onun mədəniyyətini daha gözəl formada öyrənmək deməkdir.
Davam edirəm. Bir daha deyirəm, hal-hazırda biz sizinlə iki kompetensiya ilə tanış olmuşuq. Bizim birinci kompetensiyamız oldu savadlılıq kompetensiyası, hansı ki sizə testlərdə sual verəcək ki, şagird debatlarda öz fikrini ifadə edə bilir, arqument gətirə bilir, şagirdin əsaslandırmaları olur, mühakimələrini düzgün şəkildə ifadə edir. Bu şagirddə hansı kompetensiya mövcuddur? Deyəcəksiniz ki, savadlılıq kompetensiyası və yaxud da sizə deyəcək ki, şagird fransız, rus, ingilis dilində təqdimat hazırlaya bilir. Bu şagirddə hansı kompetensiya mövcuddur? Çox dil bilmək kompetensiyası mövcuddur. Gəlirik riyazi, elmi, texnoloji və mühəndislik kompetensiyasına. Burada artıq müəllimlər müasir dövrdə olunan kəşflərdən bəhs olunur. Məsələn, riyazi kompetensiya odur ki, şagirdin riyazi bacarığı olsun. Müəyyən mənada gündəlik həyatda istifadə etdiyimiz riyazi bacarıqlar olsun. Bu biraz da məntiqlə əlaqəlidir. Texnoloji və mühəndislik kompetensiyası isə artıq insanlara, cəmiyyətimizə, elmə lazım olan kəşflərin olunmasıdır. Yəni, bu gün şagird bilməlidir ki, hər hansı bir texnoloji yenilik və yaxud da elmi yenilik etmək lazımdır. Bunun üçün də biz şagirddə bu kompetensiyanı formalaşdırmalıyıq. Məsələn, deyərsiniz ki, bu texnoloji kompetensiya necə formalaşa bilər? Layihə əsaslı öyrənmələr var, problem əsaslı öyrənmələr var. Hansı ki, müəllim bunları tədrisdə inteqrasiya edəndə şagird özü məsələn, evdə yararlı bir əşya düzəldə bilir. Hansı ki, öz valideynlərinin işini rahatlaşdırmaq üçün bir əşya hazırlaya bilər. Bax, bu artıq olacaq texnoloji kompetensiyanın şagirddə formalaşması. Deməli, davam edirəm. Rəqəmsal savadlılıq kompetensiyası isə müəllimlər birbaşa İKT-nin imkanlarından düzgün istifadə etməkdən bəhs edir. Yəni, şagirdimiz əgər informasiya kommunikasiya texnologiyalarından düzgün şəkildə istifadə edə bilirsə, məsələn, nə zaman istifadə edə bilir? Məlumat araşdırarkən, emal edərkən, məlumatı emal edərkən, bu cür proseslərdə bizim İKT savadımız olmalıdır. Biz bilməliyik ki, İKT savadından hansı yerdə və nə vaxt düzgün istifadə etmək olar. Məsələn, İKT-nin imkanlarından məqsədsiz şəkildə istifadə etmək və yaxud da İKT-nin imkanlarını düzgün şəkildə mənimsəməmək, bu deməkdir ki, bizim artıq rəqəmsal savadlılığımız yoxdur. Amma rəqəmsal savadlılıq bizdən müasir dövrdə bizə ən çox lazım olan bacarıqlardan biridir. Müəyyən araşdırmalar olsun, müəyyən konsepsiyalar olsun, müəyyən yeniliklər olsun, biz hər zaman rəqəmsal savadlılıqdan istifadə edirik. Amma düzgün şəkildə istifadə etməyəndə bunun artıq şagird üçün acı nəticələri olur. Davam edirəm. Qeyd etdiyim kimi, baxın, bu PDF sizə göndərilə bilər. Ona görə də rəylər bölməsində üstəcəl qoymağı unutmayın ki, PDF-i sizə də göndərək, daha ətraflı yararlanın. Mən bugün lakonik, ancaq əsas məlumatları sizə deyirəm ki, daha gözəl yadınızda qalsın. Amma ətraflı olaraq situasiyalarla tanış olmaq istəyirsinizsə, o zaman bu ekranda gördüyünüz PDF-i əldə etmək üçün rəylər bölməsinə üstəcəl qoymağınız kifayətdir. Başlayırıq şəxsi sosial öyrənmək kompetensiyasından. Gəlin görək bu nə deməkdir. Müəllimlər, bu birbaşa düşünün ki, metakognitiv bacarıqları əhatə edir. Yəni, şagirdin özü haqqında düşünməsi, gələcəyi haqqında planlar qurması, hədəf qurması, o hədəfə gedib çatmaq üçün məqsədlər müəyyən etməsi, bunlar şəxsi sosial öyrənmək kompetensiyasına aiddir. Ha belə, burada nə deyə bilərik? Şagird özü ilə bərabər öz yoldaşlarına da kömək edirsə, onların da öyrənməsi üçün əlindən gələni edirsə, o zaman biz yenə də deyirik ki, bu şəxsi sosial öyrənmək kompetensiyasına aiddir. Məsələn, bu kompetensiya olan insanlarda, yəni bu kompetensiyanın formalaşdığı şagirdlər öz qərarlarından tez çəkilmirlər və yaxud da uğursuzluq yaşayanda peşman olmurlar, irəli getmək istəyirlər və yaxud da məqsədləri əgər puça çıxdısa, həmin uşaqlar yenidən cəhd etməyə, yenidən nələrisə etməyə özlərində güc toparlaya bilirlər. Deməli, davam edirəm, növbəti görək nə gəlir. Fəal vətəndaş mövqeyi. Fəal vətəndaş mövqeyi isə artıq insanın öz ölkəsi haqqında məlumatlı olmasıdır.
Yəni necə? Baxın, qeyd edin zəhmət olmasa. Əgər bir şagird ölkəsinin siyasi, iqtisadi, sosial məsələləri haqqında xəbərdardırsa, o zaman biz deyirik bu şagirddə fəal vətəndaş mövqeyi formalaşıb. Məsələn, əgər şagird gün ərzində xəbərləri izləyirsə, ölkəsində baş verən bu siyasi, iqtisadi dərəcə, yəni burada artıq məsələ nəyə gedir? Yəni sən dövlətin haqqında, öz ölkən haqqında sənin məlumatın olmalıdır. Biz bunu deyəndə fikirləşirik ki, gündəlik xəbərlər ola bilər, jurnallar ola bilər, qəzetlər ola bilər, informasiya mənbələri ola bilər ki, sən dövlətin haqqında həmin informasiya mənbələrindən məlumat əldə edəsən. Məsələn, bugün bir Azərbaycanlı olaraq siz ölkənizin ərazi, belə deyək, ölkəmizin ərazisi nə qədərdir və yaxud da sərhədlərimiz, ölkəmizdə olan çaylar, bugün ölkəmizdə baş verən siyasi hadisə, iqtisadi hadisə, biz bunlardan xəbərimiz varsa, məlumatımız varsa, ən azı öyrənməyə can atırıqsa, bizdə fəal vətəndaş mövqeyi var. Yəni, sən fəal vətəndaşsan. Fəal vətəndaş kimə deyirlər? Ölkəsini, dövlətini, millətini sevən şəxsə. Davam edirəm. Aha, gəlirik sahibkarlıq kompetensiyasına. Sahibkarlıq kompetensiyasında isə əsas məsələ, yadda saxlayın, burada əsas məsələ nədən ibarətdir? Maliyyə savadının olması. Qeyd edin zəhmət olmasa. Maliyyə savadı odur ki, şagird artıq öz büdcə anlayışı haqqında məlumatlıdır, necə istifadə etməsi haqqında məlumatlıdır. Aha, növbəti gəlirik sahibkarlıq kompetensiyasına. Sahibkarlıq kompetensiyasında yadda saxlayın ki, maliyyə savadı var, bu onun açar sözüdür. Sahibkar sözünün mənası nədir? Biz sahibkar kimlərə deyirik? Biznes qurmağı bacaran, büdcə anlayışı olan, innovativ layihələri həyata keçirtməyə çalışan və yaxud da hansısa bir sahədə ideyalarını irəli sürən, başqalarının ideyalarına müdaxilə etmədən öz yanaşmasını ortaya qoyan şəxsə deyirik ki, bu insanda sahibkarlıq kompetensiyası formalaşıb. Qeyd etdiyim kimi, məsələn, bax, bu cür insanlarda əsas bacarıqlar strateji düşünmə olur, problem həll etmək olur. Bunlar komanda şəklində, fərdi şəklində layihə üzərində çalışa bilirlər. Məsələn, burada əsas məsələ nədən ibarətdir? Belə deyək də, əgər biz hər hansı bir sahibkarlıq kompetensiyasını şagirddə reallaşdırmaq istəyiriksə, o zaman baxmalıyıq bu şagirdin sahibkarlıq ideyaları hər hansı bir mövzuda, hər hansı bir yanaşmada necə inkişaf edir və yaxud da biz nə edə bilərik ki, şagirdimizdə sahibkarlıq ideyaları, kompetensiyası formalaşa bilsin. Məsələn, müəyyən layihələr verə bilərik, şagirdlər bu layihələri qura bilərlər, idarə etmək üçün təşəbbüs göstərə bilərlər, layihəni quranda həmin layihədə olan problemləri qabaqcadan görə bilsinlər və yaxud da uyğunsuzluq varsa, ziddiyyət varsa, bunu görə bilsinlər. Sahibkarlıq kompetensiyasında belə bir şey var ki, məsələn, düşünün ki, sizin müəyyən məbləğdə pulunuz var, amma nə edəcəyinizi bilmirsiniz. Sahibkarlıq kompetensiyasına sahib olsanız, siz artıq biləcəksiniz ki, o pulu necə istifadə edə bilərsiniz ki, sizə yararlı olsun. Məsələn, insan var ki, elə bir yerə sərf edir ki, pulunu, baxırsan ki, heç bir qazanc əldə etmədən biraz da daha çox borcun içində batıb gedir. Amma sahibkarlıq kompetensiyası olan insan o pulu elə yerə sərf edir ki, artıq o pul ona biraz da uğur gətirməyə başlayır. Yəni, biraz daha çox qazanc gətirməyə başlayır. Və son olaraq 8-ci kompetensiyamızdayıq artıq. Mədəni məlumatlılıq, özünü ifadə etmə. Mədəni məlumatlılıq isə insan öz mədəniyyətindən xəbərdar olmalıdır. Bununla belə insan başqa mədəniyyətlərdən də xəbərdar olmalıdır. Yəni, insanda multikulturalizm hisslərinin olması, tolerantlıq hisslərinin olması 8-ci kompetensiyamıza aiddir. Məsələn, müxtəlif Azərbaycanın bölgələrində etnik qruplar, talışlar, tatlar, ləzgilər və s. yaşayır. Biz
deməli biz bir ölkədə yaşayırıq və bizim ölkəmizdə hətta tək etnik qruplar yox, başqa millətlərdən olan insanlar da yaşaya bilər. Deməli biz ayrı-seçkilik etmədən gərəksiz şəkildə ortaq dəyərlər və yaxud da fərqli dəyərlərə hörmət etməyi bacarırıqsa, bizdə mədəni məlumatlıq kompetensiyası formalaşmış olur. Belə dəyərli müəllimlər, mövzu izahımız bitdi. Qeyd edim ki, biz bugün sizinlə 21-ci əsr kompetensiyalarından danışdıq. 8 kompetensiyanın mövcudluğundan danışdıq. Bir daha sıralayıram açar sözləri ilə bir yerdə. Əslində açar sözlər hər zaman sizə kömək olmayacaq, amma ən azı kompetensiyanı yada salmağınız üçün sizin üçün belə deyək də bir ipucudur. Savadlıq kompetensiyasının açar sözü necə oldu müəllimlər? Şifahi və yazılı bacarıqlara, dil bacarıqlarına sahib olmağımız. Fəal vətəndaş mövqeyinin açar sözü necə oldu? Ölkəmiz haqqında məlumat, ölkəmizin siyasi, iqtisadi, sosial məlumatlarının tanınmasıdır. Yəni biz tərəfindən öyrənilməsidir. Mədəni məlumatlıq kompetensiyası necə oldu? İnsan həm öz ölkəsinə, həm də başqa millətlərə gərəksiz yanaşmalıdır, ayrı-seçkilik etməməlidir, ortaq yaşam qaydalarına əməl etməlidir. Şəxsi sosial öyrənmək kompetensiyasında isə dedik ki, metakognitiv bacarıqlar formalaşır, sənin hədəflərin olur, sən hədəflərini müəyyən edə bilirsən, karyera qura bilirsən, hədəfinə çatmaq üçün heç bir şey səni yolundan ayıra bilmir. Həm özün üçün öyrənə bilirsən, həmçinin başqalarına öyrənməsi üçün də faydalı insanlardan biri olursan. Çox dil bilmək kompetensiyasında qeyd etdik ki, şagirdin müəyyən dillər, xarici dillər haqqında yazılı və şifahi ünsiyyəti olmalıdır. Daha sonra rəqəmsal savadlıq haqqında dedik ki, şagirdin İKT savadı olmalıdır, onun imkanlarından düzgün şəkildə istifadə etməyi bacarmalıdır, obyektiv şəkildə və zərərsiz şəkildə istifadə etməyi bacarmalıdır. Riyazi, elmi, texnoloji, mühəndislik kompetensiyası isə şagirdin riyazi bacarıqlarının olması və müəyyən texnoloji yeniliklərin başa düşməsi, müəyyən elmi faktları araşdırmağı bacarması deməkdir müəllimlər. Sağ olun, salamat qalın.